Salam, mənim adım Minaradır. 34 yaşım var. Bakıdan anadan olmuşam. Evin tək uşağıyam. Subayam. Əvvəl elə bil 22 il idmançısı olmuşam. Milliyin kapitanı olmuşam. Handbol üzrə. Sonra idman ustası da olmuşam. Sonra elə oldu ki, kampaniya düşmüşəm. Təklif ediblər ki, bəs dərman istifadə elə. Mən də elə mən bilmirdim, mən indi başa düşürəm ki, deməli mən bioloji asıl olmuşam. Ki elə bil şuuraltı yəqin nəsə oldu ki, mən o dərmanı götürdüm. Marağım var idi. Götürdüm, istifadə elədim. Həm də məşq eləyirdim. Məşq eləyə başladım o dərmanları, psixotrop dərmanları istifadə eləməyə. Həm gücüm artırdı, həm də euforiya qalxırdı. Mən elə fikirləşirdim ki, belə də gücüm var. Həm bu dərmanlarla da gücüm olacaq. Lap yüksəklərə çatacam da, gedəcəm başqa ölkələrdə oynayacam. Çünki burada hər bir şey əldə eləmişəm də. Klubun da kapitanı olmuşam, milliyin də kapitanı olmuşam. İstəyirdim ki, xaricə gedim oynayayım. Ondan sonra elə bil dərmanlara zapret qoyublar. Keçdim, açıq danışa bilərəm də. Keçdim patiya. Keçdim patiya. Gördüm ki, bilirsiniz necə alınmır da. Həm məşq eləmək, pati olmayanda, tapa bilməyəndə məşqlərə də başlayırdım, elə bilirsiniz necə, həftədə 5 gün məşq olurdu. Mən gedirdim 3 dəfə. Məşqçi başlayıb şübhələnməyə. Mənə dedilər ki, İnara, bəs sən analiz verə bilərsən, zəhmət olmasa da ki, biz şübhələnmişlər ki, çünki başlayırdım, bilirsiniz, mən 1200 manat maaş alırdım. Mənim həm pulum idi, hər bir ölkədə olmuşam, yəni ətrafımda yaxşı idi. Narkotik olandan sonra mən pulda çatdıra bilmirdim. Başlayırdım borc almağa, ondan, buradan. Yəni gedib o məşqimə çatmışdı. Başlayırdı bu şübhələnməyə, qayıdıb mənə deyiblər, ged analiz ver. Mən də analiz verə bilmirdim. Həmişə doping kontrol gələndə mən çalışırdım ki, oradan çıxım, qaçım, yəni mənə tutmasınlar, eləməsinlər. Çünki biabırçılıq olacaqdı. Hələm də narkotik eləyə, mən dərmanları istifadə eləyə. Mən, məsələn, gedirdi başqa bir ölkələrə, mən ora aparırdım. Mən fikirləşmirdim ki, diskvalifikasiya, aeroportda tutsalar, bütün bir komandanı diskvalifikasiya eləyəcəkdilər. Mən onu fikirləşmirdim, təkcə özümü fikirləşirdim. Yəni, hər bir narkoman deyirlər ki, egoistdir, təkcə özünü fikirləşir. Çünki mən bilirdim ki, orada Lomkada mən oynaya bilmərəm. Belə 9 il mən dərman atmışam, elə bil pati ilə bir istifadə eləyirdim. Sonra da dərmanları ləf eləyiblər, başlayıram pati eləməyə. Mənə deyəndə ki, məşqdə analiz ver, mən verə bilmədim. Mən dedim ki, özüm çıxıram. O ilə da mənim məşqlə bağlı, idmanla bağlı həyatım qutarıb. Ondan sonra ətrafımda normal, sağlam bir insan yox idi. Bütün narkomanlar var idi. Məni elə bil kokosla tanış ediblər. O kampaniya ilə sən kim tanış edərdin? Necə oldu o kampaniyaya getdin? Mənim qonşum. Bilirsiniz necədir? Mən dərmanları atanda qonşu bilirdi ki, mən dərman atıram. Bir dəfə də gördü ki, mənim elə bir siqaret paçkasının içində gördü ki, orada patı var. Bu bizə gəlib gedirdi, qapı qonşu idi da, yəni gəlib gedirdi bizə. Mənə qayıtdı, deyir ki, narkotik istifadə edirsən. Deyirəm ki, bu da elə bil onun 19 yaşı var idi. Mən qayıtdım, dedim ki, yəni dəymə də, sənin nəyəbə gərək. Sən ged, uşaqsın, ged işinə məşğul ol da. Mən bilmirdim, bu da istifadəçidir. Bu da patron gedir, nə işə çəkirdi, arada bir dərman dağıtırdı, mən onu bilmirdim. Bu da mənim pulumla, hər bir şeyimlə istifadə elədi. Getdi, deyir ki, mən də həmin an tapa bilmirdim patını. Bu deyir ki, mənim tanışım var, yəni pulla sənə patı sata bilər. Deyir, prosto mən gedə bilməyəcəm, sən get.
Belə getdi, oğlanla belə tanış oldum. Başladım ondan patı götürməyə. Ondan sonra güya patı yoxdur. Belə keçdim kokosa. İşte kokosdan doğru əl çəkə bilmədim. Bilirsiniz bunlar necə eləyirlər? Elə bir eləyirlər ki, insan onlardan asılı olsun. Bir dəfə məsələn sənə verir pulsuz, 2 pulsuz, 3-cü səfər deyir ki, yox daha pulsuz verə bilmərəm. Pulla. Sən çalışırsan ki, gəlib oradan buradan pul axtarıb tapasan ki, gəlib onunla götürəsən. İynəmişdim, gördüm ki, həm pul çox gedir, həm də çatdıra bilmədim. Başladım patkoju, yəni bəli. Sonra keçdim damara, damara da oje keçəndən sonra gördüm mən dibdəyim. Evdən hər şey götürmüşəm, hər bir şey aparmışam, inanma etibarı itirmişəm. Yəni yanımda elə bir insanlar var idi ki, elə bir lomkada insan ayılır da, baxır ki, yəni kimlərsən yanındadılar. Ayılırdım, baxırdım ki, ay Nara, sən hansı bir dibdəsən, sən başı ətrafdakı yəni insanlara baxmısan, kimlərdə onlar. Sən ay bir başına ömür boyu belə bir insanlarla otura bilməzdin. Mən qiymətləndirmirəm. Amma ki, bilirsiniz necə, yəni mən az fərq eləyirdi də, bu bomuşdur, bu yəni belə pasledni narkomandır, pasledni bir insandır. Yəni narkotik belə bir insanı eləyir. Anam müəllimədir də. Mən anamın yanına məktəbə gəlirdim, pis vəziyyətdə lomkada, gəlirdim ondan pul götürürdüm. Amma həmişə deyirdi ki, bəs İnara, xahiş edirəm, gəlmə də belə bitdə. Sən ты меня позоришь da, yəni mənə biabır eləyirsən, xahiş edirəm, gəlmə də. Mənə bilirsiniz, vecimə də deyildi. Anam yazır, müəllimədir, qruplarda var orada, nə bilim, direktor qruplar açır, eləyir. Mama telefon alırdı, mən gəlirdim, naxadı telefonu aparırdım evdən. Mənə başlayıblar ki, evə buraxmamaq. Mənə evə buraxmırdılar. Qaldım elə bir 20 gün çöldə. 20 gün parkda qalırdım, oğlanla bir, həmin biri oğlanla bir. Qalırdıq çöldə. Ondan sonra taksafonla mamaya zəng vurdum. Dedim ki, mən o belə dözə bilmirəm də. Xahiş edirəm, mənə kömək elə. Yəni, belə açıq danışım ki, evdə də yəni, belə pulum yox idi də ki, bir reabilitasiya ödəməyə. Mama deyir ki, bəs Sinara, bir dəfə də 21 gün Məşdağıda yatmışdım. Dispanserdə, bəli. Kömək eləmədi. Məşdağı o sağalma deyil. Bir dənə sən ağrılardan çıxardılar, ifşa. Amma təkcə ağrılardan deyil, axı bizim asıllığımız deyil, buradandır. Yəni, mən burada başa düşdüm ki, yəni, necə bir işləmək lazımdır o xəstəliklə. Tam biz ömürlük onsuz bəs xəstəyik də, yəni, bu xəstəliyimiz, yəni, ömrümüzün axıra kimidir. Ondan sonra mama deyir ki, gəl evə, danışaq. Gəldim evə, oturdum, mama ilə danışdım, mənim də telefonum yox idi, satmışdım. Mama bağladı içərdən qapını ki, mən çıxmayım. Açarı qoydu cibinə. Deyir, yaxşı, TikToka baxmaq istəyirsən, otur, bax. Oturdum, baxdım, elə bir ilahi qüvvə idi Nail. Nailin videosu qabağıma çıxmışdı. Mən dedim ki, elə bir papıtka-nipıtka da Nailə yazım. 3 saniyədən sonra Nail mənə cavab verdi ki, dedim, Nail, mən 22 il idmancısıyam, əziyyət çəkirəm də, düşdüm də bu yola da. Nail deyir ki, Nardaba gəlim indi. Deyirəm ki, bugün yox, sabah. Deyir, onda özünü zəng vurarsan. Nail mənə özü saat 1-də gün orta zəng vurdu ki, Nar, hazırsan çəkilişə? Dedim, hazıram. Mamaya gəldim, sevinə-sevinə dedim ki, mama, mən gedirəm də, Nail gəlir çəkilişə. Mama sevindi. Gəldilər, mənə çəkdilər. Anar müəllim mənə zəng vurdu, deyir, Nara gəlirəm. Gəldilər, Anar müəllimlə bir. Anar müəllim, mən indiyə kimi Anar müəllim gələndə, Anar müəllim bizim rəhbərimizdir də. Anar müəllim gələndə, deyirəm, Anar müəllim yadınızda, deyirəm, demişdim ki, bəs Anar müəllim nə vaxt mənə götürəcəksiniz də mərkəzə, bəs 1 aydan sonra, 2 aydan sonra, deyir, Nara bugün. Yəqin yeganə bir insanam ki, həmin bir an mən siz necə sevinirdim ki, bu bəladan mən qutardım da. Mən bezmişdim, o bütün günü pul axtar, narkotik axtar, get hansısa bir, nə bilim, kişiyə yalvar ki, barıqaya yalvar ki, qurban olun, biraz tez elə, mən ağrıdayam, qadına o yaraşmır. Mən elə bir dib görmüşəm ki, bilirsiniz, mən belə bir bizumiya yaşamışam. Mən bilirəm ki, bu qapını güdürlər. Mən asfər, mən lomkadaydım.
Mən gəldim o qapını döydüm ki, pul verdi, mənə mal verdi. Bu qap o birisi tərəfdə deyirlər ki, bəs dayanıb maşın güdür qapını, get də buradan. Deyirəm ki, yo mən Lomkadayam. Mən bir söz mən fərq eləmir dedi, mənə tutacaqlar. Bir də mən Lomkadan çıxım, ifşo. Yəni mənə bir dəfə də mənə tutublar, Binəqədidə mənə tutulmuşdular. Mənə tutmuşdular, elə bir patı ilə bir. Polis. Bəli, tutmuşdular. Qandal da mənə vermişdilər. 1 il 5 ay, 26 gün vermişdilər. Şükür Allah, yəni bu Anar müəllim getdi, danışdı. Nail müəllim də danışdı. Sonra belə oldu ki, yenə də ilahi qüvvə amnistiyaya düşmüşəm. Bəli, bu səfər. Axırıncı səfər amnistiya vermişdilər. Bəli, amnistiyaya düşmüşəm. Bu qandal söhbətdə qutardı. İndi biraz ayıqlıqdan da danışım. 6 ay bitirmişəm, getmişəm evə. Bəli, mən demirəm ki, hər şey yaxşı idi, hər şey gözəl idi, çətin idi. Amma mən məsələn əvvəl mən fikirləşdim, mən çox belə də pis çıxmasını təkəbbürü bir insanım da, mən kömək istəyə bilmirəm də. Birinci səfər Naildən kömək istədim. İkinci səfərdə mən başa düşdüm ki, məsələn, o deyilən bir şey var da, istək. O istək gələndə sən mütləq kömək istəməlisən. Kömək istəməsən, yəni sənin başın elə danışacaq ki, sən gedəcəksən istifadəyə. Sən bilməyəcəksən ki, məsələn, nə etmək lazımdır. Yəni, kömək istəmədim, eybi yox, bir dənə köhnə bir tanışlardan bir dənə zəng vurum, soruşum da, baş belə başlayır danışmağa. Yəni, xəstəliyimiz bu yerdən girir də bizim başımıza ki, gəl bir də maraqlan. Birinci mərkəzdən çıxanda insan istəyir özünü göstərmək ki, baxın bir dənə, mən necəyəm, siz istifadə edirsiniz. Bəzi insanlar başa düşmür ki, belə bir addımlarla bunlar, yəni bir addım yenə istifadə edirlər, başa düşmürlər. Amma çoxsu belə gedir istifadəyə, təzdən qayıdır istifadəyə. Mən elə eləmədim. Yəni, çətin idi. Mən sırazu yığırdım bizim öndə gedənlərimizə. Anar müəllimə yığırdım. Deyirəm ki, mənə çətindir. Deyirlər, çətindir, gəl mərkəzə. Gəlirdim mərkəzə yenə. Gəlirdim mərkəzə. Sonra gəldim, 3 ay Valançovski işlədim burada. Yenə də gəlib gedirdim smenlərlə. İndi də şükür Allaha 1 il, 1 ay mən ayığam, təmizəm, heç nə eləmirəm. Mən ayıq bir həyatdan həzz alıram, başladım həzz almağa. Mən o inam, etibarı qazandım, o mənə, bilirsiniz nə, belə pis çıxmasın, belə bir söz kayf verir də. Mən görürəm ki, məsələn, anam heç vaxt istifadə olanı mən kaşloku belə qabağıma qoya bilmirdi. Qorxurdu ki, mən oradan pul götürəcəm, qaçacam, yenə anam qalacaq belə. Evdə hər bir şeyimi satmışam. Televizor, xaladilnik, hər bir şey, qızıllarımı, anamın qızıllarını, hər bir şeyi. Belə danışımda mənim elə bil doğma atam rəhmətə gedib. Elə bil mənim atalığım var da. Amma elə bil 10 yaşımdan bizlə birdir də, bir yerdədir. Anamla yəni evlənmişdi, eləmişdi, soyadımı da vermişdi. Yəni biz bir yerdəyik. Prosta bilirsiniz, mən həmişə, mən 14 yaşımdan məşq eləyirəm. 10 yaşımdan məşq eləyirəm, 14 yaşımdan başladım xaricə da getməyə. Özbaşınalıq mənə apardı, gətirdi bu yerə. Anam, atam məni necə sevirdi, indi də sevir. Yəni nə bilim, bilirsiniz, mənim anam həmişə mənə deyirdi ki, istifadədə. Deyir, mən inanıram ki, sən axıra kimi, yəni belə olmayacaqsan da. Gün gələcək ki, sən ayıq olacaqsan da. Mən həmişə necə səndən fəxr eləyirdim ki, mənim qızım millinin kapitanıdır, mənim qızım necə, yəni sənə paltarımı, məsələn, asanda iftəndə fəxr eləyirdim ki, qızımın yəni, formasını asıram, soyadın oradadır. Deyir ki, bir müddət deyir ki, doğrudan da yəni biraz çökmüşdüm ki, sən narkoman, bütün mikrobi bilirdi ki, məktəbdə bütün müəllimələr bilirdi ki, yəni sən narkomansan da. Deyir, sən bir dənə vəziyyətə bax, mən hansı bir üzlə gəlirdim məktəbə. Amma yəni çalışırdım ki, gülüm də, hər şey yaxşıdır. Amma içimdəki, mən bilirsiniz necə, mən istifadə eləyəm, mən gördüm ki, mən ölürəm, mama da mənim yanımda ölür. Yəni,
Mən gedirəm elə bir Qəbir tərəfə. Mama da gedir. Çünki heç nə yazı eləyə bilmirdi. O məcbur, heç nə məcbur olmur ki. Mama deyir, inan nə qədər mən sənə deyəcəm ki, yenə məştəqaya qoyacam. Yenə sənə deyəcəm ki, gəl sənə dərman alım, eləyim, otur evdə. Amma o deyil. Mən sonra fikirləşdim ki, mən bir müddət mən izolyasiya lazım idi ki, çıxım gedim o tərəfdən ki, nə qayıda bilim, nə telefonu zəng, yəni baxmayın da. Yəni bilirlər ki, məsələn, hansı bir insan sağalmaq istəyir, naxadum yaşatdıq başlayır eləməyə. Bütün narkomanı baxırlar. Yəni istəmir ki, bəs qabağımdakı insan sağalsın. Mən çox diblər yaşamışam. Yəni, bilirsiniz necə idi, belə bir balaca bir situasiyanı danışmışsam, mənim anamda hərçəng xəstəliyi var idi. Mən elə bir dərman patı ilə istifadə edərək. Bəli, sağdır. İndiyə kimi müəllimə işləyir, sağdır, bəli. Mən bilirdim ki, anam maaş alıb, təzə xəstəxanada gətirmiş onu evə. Mən də güya ona baxıram. Mən bilirdim ki, bu maaş almışdı. Elə bir matrasın altında da gizlətmişdi ki, evin kirayəsini versin. Kirayədə biz qalırıq. Evin kirayəsini versin. Gəldim mamaya, dedim ki, mama sən bəs gedirsən, ayaq yolunu istəmirsən. Mama deyir, hə, zəhmət olmasa məni apar da. Apardım, mən bilirdim ki, o matrasın altında pul var. Mən o pulları götürdüm, çıxdım, getdim. Mən vecimə, həmin bir an mənim vecimə deyildi. Mama oradan yazdı, hələ ki, tikişləri yəni çıxartmayıblar. Mən fikirləşmədim, o yazıq arvad necə ayaq yolundan çıxacaq, qayıdacaq bir otağa, yıxılacaq, tikişləri açılacaq. Mənim vecimə deyildi. Mən elə bir insan deyiləm. Mən indi ayığam da, mən başqa cür insanım. Mən mamaya diqqət necə göstərəm, atama necə diqqət göstərəm. Yəni heç bir belə diqqət göstərməmişəm heç vaxt. Amma o mənim narkotik məni məcbur eləyirdi belə bir hərəkətlər eləməyə. Narkotik çox nə bilim, pis söz deməyə də istəmirəm. Adamı elə bir yerə salır, elə bir məcbur eləyir, elə bir hərəkətlər eləməyə ki, nə bilim, mənim sözüm yoxdur. Ona görə hər bir oğlana da, qadına da demək istəyirəm ki, narkotik, yəni sizə təklif eləsələr, ya da desələr ki, yaxşı şeydir, yəni heç vaxt əl uzatmayın ki, hə, götürüm, prob eləyim. Hər bir şey birinci səfərdən başlayır. Birinci səfərdə mən prob elədim, belə 9 il getdi, o pişi 13 il istifadəçi olmuşam.